Salam dostlar, bugün sizlərlə əyləncəli bir video ilə qarşınızdayım. Həmişə eyni videolar çəkirdim, məlumat toplayırdım. Amma indi xaricilər haqqında nə idi? Bir çox ölkədən gələn atışdırmalıqların dadlarına baxacağıq. Burada bəzi şeylər şirindir, bəzi şeylər acıdır. Nətər yeyəcəm bilmirəm. Turş da var. Turşu xoşlayıram mən ümumiyyətlə. İndi isə videoya keçmək üçün masanı boşaldaq. İndi sizlə Mr. Beast'in şokolatı, yəni Feastables'ı yoxlayacaq. Götürdüm və buradadır. Bu önüdür, bu da arxası. Burada skan var. İndi mən telefonumu götürüb skan edəcəm. Telefonumu verin. Əla. Aha. Başladıq indi. Burada giririk. Hardaydı o kamera? Hə, burada. Kameraya girdim gördüyünüz kimi. İndi buradan oxuduram, çıxdı. Birinci bunu açacağıq, baxacağıq. Bilmirəm necə şeydir. Bilmirəm, zəng eləyəcək. O birisi yarışmada olacam. Bilmirəm. Aha! Uşaqlar! Mr. Beast zəng eləyib. Alo. İrayondan zəng eləyirəm. Kimdir? Bu kimdir? Yalancı Mr. Beast. Dolandırıcılar. Dolandırıldıq ular. Aha, indi açıb dadına baxa bilərik Allaha şükür. Niyə açılmır? Gözdə görüm. Belə açılsaydı rahatlayardıq. Aha, qayıtımızı verin. Aha, əla. İndi bu Feastables'ı açacağıq, baxacağıq. İçindən nə çıxacaq? Düşmüşdü az qala. Aha, belə bir şey var. Qabağı belədir, arxası isə belədir. Burada Feastables yazıb. Burada da Mr. Beast yazıb. Bir dənə çıxılıb bir dənə şey götürüm. Qəşəng. Amma adi şokoladdır. Mr. Beast. O boyda tərifə, belə şey olar ala. Mr. Beast. Səndən heç gözləmədiyim şeylər çıxır. İzi qalbi. Qoydum bura. İndi nəyi götürüm? Hər şeysi. İndi isə qabağımızda hər şeyimiz var. Baxacaq, görəcək içindən nələr çıxacaq. Baxacaq, görəcək dadı necə olacaq. Nə? Arıq qalxdı, amma pis də deyil. Qoydum bura. Bu arada buna pul verməyin elə. Adi şokoladdır. Mr. Beast o qədər tərifləyir ki bunu. Ay Mr. Beast. Bunun təriflənəcək yanı var. Səncə? Hər şeydə adi şokoladdır. Bunu da alıb aldanmayın elə. Şeylərə aldanmayın. Hər şeysinə Feastables rakip firmadır bu arada, bildirim sizə. Məncə Mr. Beast daha yaxşıdır. Mr. Beast'in şokolatının 10 üzərindən neçə verirəm? 7 olsun. Hər şeysə də 4 verirəm. Amma yəni adi şokoladdır da, aldanmayın bunlara. İndi isə vitamin deposu olan bir kutunu açacağıq. Bu arada bu bilmirsinizsə Amerikadan gəlib və jelibondur. Qabağı belədir və burada adı Gummy Vites'dir. Bu arada gündə 2 dəfə yeyilməlidir. Biri səhər, biri axşam. Bu arada yeməkdən sonra. İndi açıb dadına baxacağam. Bu arada A vitamini var, B vitamini var, C vitamini var, D vitamini var, Y vitamini var. Yəni çox var da. var. Yəni bu vitamin deposudur. Bunu açamıram mən. Ata, aç ver mənə. Əla, açdıq. İçindən bir dənə jelibonu aldıq. Mən bir dənə yeməliyəm, yəni iki dənə yesəm mənim sağlamım getdi. Üzürlü sayın ona görə biraz. Baxın, bu belə jelibondur. Yumuşaqlığına baxın bir dənə. Slime kimidir. Aha, bir dənə ağzıma atım görüm dadı necədir. Qəşəngdir. Amma bu da adi jelibondur. 10 üzərindən məncə bu 6. İndi keçək növbəti yeməyimizə. Bunu nətər yeyim bilmirəm. Adı Takis'dir, minidir, mini Takis. Nətər yeyim bilmirəm, acıdır bu. Yəni o videonun başında dediyim kimi nətər yeyəcəm bilmirəm. Açaq görək içindən nələr var, nələr dadı var. Açdım. Belənçinə bir dənə götürəcəm. Oy, yandı ağzım. Oy. Bu arada belə zamanlarda
zamanlarda heç vaxt su içməyin, lap az olacaq yoxsa acısı gedəcək mədənizə, lap incidəcək. Vah! Ata, sən də verin bir dənə dadına bax. Gözdə bunu dişləmişəm gələ. Balaca verdim sənin. Hamısını niyə yedin? Acıdır. Bunu onun üzərin. Buna onun üzərindən 0 veririm. Çünki çox acıdır. Bunu tavsiyə etmirəm. Uşaqlara olmaz məncə. Uşaqlar yemin. Heç yemin. Bunu qoyum. Hara qoyum bunu? Buyur. Aha. Bir dənə də çitosumuz qaldı. Bunu pişirib yeməli. Səhv eləmirəmsə. O əlim qıpqırmızı oldu. Pişirib yeməli. Qabağı belədir. Çitosdur bu. Deyəsən içində qəribə bir dənə sos var və makarondur. Pendirli sosdur. Belə açırıq. Bunu deyəsən pişirməliyik. Oy, sən dilimin ucunda qaldı yağcılıq. Bunu nətər belə alım. Aha, makaronlar da ayrı makaronlara oxşayır. Bunları deyəsən, bu nədir bəs? Heç nə yazı yoxdur. Bunu bilmirəm nədir. Un kimi bir şeydir. Deyəsən sosudur. Un kimi bir şey oxşuyur. Başqa heç nə yoxdur. Bir də makarondur. Bunu birazdan anama deyərəm, düzəldər, yeyərik. Keçək o birisinə. Bunu hara qoyum? Bunları da qoyum. Ayxan, bu arada bunları Amerikadan gətirdiyin üçün sənə çox təşəkkür eləyirəm. Bu arada mənim sinif yoldaşım mənə baxır. Adı Kənandır. 3-cü sinifdə oxuyuruq. Biri. O da coğrafiyanı qəşəng bilir, amma məndən qəşəng yox. Ona indidən salam deyirəm. Bütün sinif yoldaşlarımı salamlayıram, müəllimimi də salamlayıram və keçə bilərik yeməklərimizə. Aha, başladıq bundan. Bu nədir bilmirəm. Deyəsən bunun içindən ya oyuncaq çıxacaq, ya yeməli bir şey. Bilmirəm, içindən oyuncaq çıxar, yeməli bir şey çıxar. İçindən deyəsən hazard çıxacaq, çıxsa. Vay, bunlar nədir? Oy səni. Messi çıxdı deyə bəxtimə bax. Messi. Mən Ronaldocuyum. Bunu deyəsən belə taxırıq bura. Oy da taxılmır. Belə kartlar var. Belə Raheem Sterling, Thomas Müller, bir də Cesar Azpilicueta. Messi də belə oldu. Atam mənə sağ olsun düzəltdi. Arxası da belədir kağızların. Yəni biri budur. Bunun adı nə idi? Bunun adı Azpilicuetadır. Səhv eləmirəmsə. Bu Sakaya oxşayır, amma Sterlingdir. Sakaya oxşayır. Bu da Thomas Müllerdir. Bunları indi qırağa qoyaq. Yeməli heç nə çıxmadı. Niyəsə bilmirəm. Bunu da atıram bu yana, bunu da atıram bu yana. Bu Messi'yi də arxa plana qoyaram. Messi'yə 10 verirəm. Çünki nömrəsi 10'dur. İndi də bu Oreo'nu yoxlayaq. Baxaq görək dadı necədir. Bu Azərbaycan marketindən alınıb. Marketdən. Amma heç yerdə görməmişik, ona görə almışıq. Çıxılı Oreo'dur. Nə qəşəng. Çoxlu var bu arada bundan. Elə adi Oreo'dur. Mən burada nəyəsəm adi Oreo'dur, adi şokoladdır. Ata buyur sən də yoxla. Onun üzərindən 8 bunu bəyəndim. Qəşəngdir. Oreo'nu da bəyənirəm olsun. Bu Bakıda Asiya mağazası satılan yerdən almışıq və baxacaq görəcək içindən nələr var. Migros'a da getmişdik və bir də görmüşük bağlıdır. Tam bağlıdır ha, tərtəmiz. Oy! Aha, tuttum. Spiderman. Bu nədir Allah? Bu mən yeyə bilərəm. Oy da daş kimi deyə bu. Neyse, dostlarım üçün eləyərəm. Ay, turş da. Amma bəyəndim. Qəşəngdir, mən turşu sevirəm. Turşu sevməyənlər üçün belə də qəşəng olar. Biraz qəşəng olar. Buna 10 üzərindən 5 verirəm. İndi belə Koreya pepsisidir, Yapon pepsisidir, Çin pepsisidir, nə bilim, belə pepsi var. Görüntüsü belədir, arxası da eynidir, qabağı da eynidir. İndi açacaq görəcək içindən nələr çıxacaq, nələr olacaq, dadı necə olacaq. Oy, partda. Allaha şükür. Oy da kolanın dadına oxşadı. Kola ilə pepsi qarşı belədir. Kola ilə belə saqqızdadır da verir ağzıma. Kola ilə pepsi qarşı belədir. Yəni pis də deyil. Onun üzərindən buna
9 verərəm. İndi növbəti suyumuzdan keçəcəyik. Bu A4'dür, bu Rus malıdır deyəsən, hə? İçindən kvadrat, nə bilim, ağ şeylər var. İzgəndim. Mən sizə bunu göstərmək üçün bilmirəm necə. Yəni stəkanda içəcəm, amma bilmirəm necə içəcəm. İğrenç görsənir buradan. Altından baxa bilərsən. Yəni stəkanda görərsiniz. Aha, stəkanımız gəldi. Bunu da aç da ata. Elə də bağlayıblar, elə bir içində altın qoyublar. Açıldı. İndi tökürük, baxacaq, görəcək. Aha, bu da burada ağ şeylər var, dediyim, irgəndiyim şeylər. Oy da qoxusu saqqıza oxşadı. Ay. Ata sen jambon götür. İğrençdir bu. Dadına bax bir dənə. Çox pisdir. Mən bundan nə vaxt alaram bilmərəm. Almayacağım onsuz da. Hara qoyum bunu? Buyur. İndi isə bu A4'ün bayaqçının cipsinə keçəcəyik. Bu da Rus'tu da. A4 da Rus idi. Bu da A4 idi. O səni içinə altın qoyurlar, nə qoyurlar? Bu nədir la? Adi cipsdir deyəsən, qoxlayım. Krablıya oxşuyur. Krablıdır da, hə? Nəlidir bu? Hə, krablıdır. Oo, yumuşaqdır, qəşəngdir. Bayaqçı A4 kimi belə irgənsi deyil. Bu arada belədir görüntüsü. Belə kimi vuran kimi qırılır. Qəşəngdir. 10 üzərindən 10 verərəm buna. Bunun adını bilmirəm. Nətər oxunur? C-A-V-D. Elə bir şeydir. Deyəsən yosundur da tabi. Hə, təbii yosun. Hə, çox yüngüldür. İçində törbəş dolu bu. Oy. Ay, bu nədir? Ata sən Allah bir gələ. Ay. Həm acıdır, həm də pisdir belə. Ay, götür ata 1 0 belə şey olar. İrgəncdir bu. Bu irgəncdir. Şey kimi, su kimi, bayaqçı su kimi. Elə pis tadı var idi. Elə normal cipslərə oxşamır, belə bərk. Elə bir belə kağız, yox, kağızdan da belə yumuşaqdır. Belə eləyən kimi qırılır. Yəni cipslər deyilədi, amma belə eləyən kimi elə pis qırılırdı. Həm dadı da irgənc idi, zarafatsız irgənc idi. İndi keçirik növbəti məhsulumuza. Bu ya İtaliyadır, ya da Kitayındır. Kitay bilmirsinizsə, ya Çinin, ya Yaponiyanın, ya da Koreya. Belə bir nətər açılır bu. Açılmır, bu nətər açırlar. Qayçı doğrudan yanımda durub. Oyda bunun da qoxusu pisdir. Mən burada nə su... Kofein qoxusuna oxşayır biraz. Ay, acıdır biraz. Qəşəng deyil. Qoxusu da heç qəşəng deyil. 2 verirəm. Kofein dadı, Türk kofesinə oxşayır elə. Qoyuram bura. Qoxulayanda bildim ki, irgəncdir. İndi isə bu məhsulu anama verəcəm, pişirsin, qoy. Sonra gətirsin, dadına baxaram. Açsın bir dənə. Şeydir. O nudullar var ya, onlara oxşayır. Ay, bu nədir? Bu da sosudur deyəsən. Bu da una oxşayır. Bayaqçı Cheetos kimi. Eyni sos ola bilər, bilmirəm. Bu niyə açılmır? Mən bütün şeyləri açılmır. Bütün paketler açılmır bu. Bu arada bu sosunu da koyarsan inşallah az olmaz o sos. O birisi məhsulumuz. Balam quş. İndi içine açarı. İndi açacağıq, görəcəyik. Bu arada elə bilərsiniz şey malıdır. Koreya malıdır ama bu Qazaxıstan malıdır. Biləsiniz. İçindən vilkası çıxdı. Nə əcəb? Qazaxıstanda pişirilib. Bayaq dediyim kimi. Bu irgənciyə oxşuyur. Bax, əlim vururam o tərəfə, bu tərəfə. Slime kimidir. Yox, slime kimidir. Bu da bayaqçı noodle'dur, amma biraz duzludur bu. Deyəsən biraz. Yəni, ən çox duz tükətən ölkə o da normaldır məncə. Bu da una oxşayır bayaqçı kimi. Bu da deyəsən ona.
Aha, indi bunları anama verək. Anam pişirsin, gətirsin hamısı. Bu arada Cheetos'un içində sos var. İndi biz nə qaraq? İndi sizə bu partlayan şəkərlə qarşınızdayım. İndi bunu da baxarıq dadına. İnşallah irgəncə olmaz. Bu Türkiyənindir bu arada, biləsiniz, qardaş ölkəmiz. Nə rəngdir, baxın bir dənə. Sarı rəngdir. Mən elə bilirdim mavi rəng olacaqdı. Qoxusu pisdir. Saqqızın qoxusuna oxşayır. Eşidə bilirsiniz, səsi bilmirəm. Aha, amma bu da dadlıydı məncə. Aha, partlayan şəkər dadlıydı, amma qoxusu pisdir. Qoxusuna 5 verərəm. Özünə də, nə bilim, 7, 7. Qəşəngdir, pis deyil idi. İndi saqqızlar var. Dən səhv eləmirəmsə, belə bu 2 tayındır. Yox, Amerikandır. Yox, Amerikan olsaydı birincidən başlayardıq. İndi bunu açım qoy, açılmır. Heç biri açılmır. Hansı məhsul var açılmır. Dən bunu belə eləyim. Dərmana oxşuyur. Bir tərəfi sarı olur, bir tərəfi qırmızı olur. Mavi qırmızı olur. Kapsula oxşuyur. Bunu nətər qırım, mən bu boyda şeyi yeyə bilərəm. Yoxdur içində heç nə. Çox bərkdir, mən bunu yemərəm. Yaşam qopardım. Saqqız deyilmiş bu. İçində qırmızı bir dənə krem var. Görsənmir, bilmirəm belə. Bu saqqızdır. Qoyuram bura. Məncə saqqızdır təxminəmə görə. 10 üzərindən 5. 5 yaxşıdır. İndi Pikachu'nun saqqızını yeyəcəyim. Burada nə yazıb? Yazıb ki, az samarla dada. Neyse, bunu bölüm birdən bərk olar. Dişim qırırlar. Bunlar deyə hamısı turşmuş. Hansı saqqız var? Turşdur. Bu da turşuydu. Bunu qoyuram qırağa. Bunları atırıq yerə. Siz belə oynayın, mən belə baxmayın. Çünki axırda yığışdıracağıq. Bu atamgilin uşaqlığının ən sevdiyi atışdırmalıq. Nə vaxt məktəbə gedir bunu alır və İran məhsulda. Azərbaycanda doğru bilirəm, amma İran məhsulda, ona görə almışıq. Bunun dadını bilməyən Azərbaycanlı yoxdur deyəsən. Başqa ölkədən hamıya salamlar. Başqa ölkədən ola bilərsiniz, Azərbaycanda danışa bilərsiniz. Baxacam, indi dadına baxım qoy. 10 numara 5 yıldız. 10. Hətta 11. Bu bizim ağız dadımıza lap uyğundur. Hər şey tam kıvamındadır da. Yəni nə çox acıdır, nə çox turşdur, nə çox şirindir. Çox şirin şeyləri yeməyənlər varsa, mən də yemirəm. Əladır. İndi o biri nudullar pişsin, davam eləyərik. Uşaqlar, əslində bunu buzda içməliymişik, səhv eləmişik biz. Oy. İnşallah keşi olur. Qoxlayım bir də. Hayda, eyni şeydir. Nə? Dadı yoxdur. Elə buzun dadı gəlir. Soyuqluğu gəlir bir də. Bəyənmədim. 4. Buyur. Doğrudan da nəsə dəyişirmiş. Amma bir dənə buzun dadı gəlir deyə rahatladım. İndi isə bunu yeyəcəm. Baxacaq, görəcək dadlarını. Aha, əla. Bəs mən bununla yeyərəm. İndi şeyimizi də görürsünüz. Bunun adı bilmirəm nədir. Oy, çubuqdur. Belə, belə. İstədiyə gözlə biraz soysun. Acıdır. Oy da takisdən bir damcı acı deyil də, yəni. Niyə getmirəm onu? Xarab gətirmirsən onu. Bu nə deyə vilka ilə yeyirəm vəbşim. Heç vilka ilə də olur. Acıdır. Yox, mən bunu yemmərəm, heç yemmərəm. Nədir? Gözlə. Ay. Acıdır, qoy. Amma qoxusu pisdir. Onun üzərindən 5, məndə 5. İndi buna keçəcəyik, göstərirəm. Belə qabaq var, arxasını açmışıq biraz. Aha. Oha, gəldi vilka. Vilkan verim də. Mən bunlarla yəndürəm, bunu qoyun. Hara baxırsan acıdır. Dilim yandı. Bu da lap acıdır. Mən nə yedim burada acıdır. Takis, makis, nə bilim. Bunun 10 üzərindən 2. Buyurun müəllim. İndi Cheetos'u yiyəcəm. Bəs vilka? Ya nə yeyirəm?
adi şokoladdır, ya nə yeyirəm adi makarondur, ya nə yeyirəm acıdır, ya nə yeyirəm turşdur. Yox, acı deyil, adi şey makarondur. Sosunu qatmısan? Ha. Qəşəngdir amma. Makarondan qəşəngdir, noodle demirəm. Makarondan qəşəngdir sadəcə. Amma adi makarondur. Başa düşdünüz nədir? 9. Uşaqlar, əslində bu bütün atışdırmalıqlar boş şeydir. Azərbaycanın ən isti yerindən gəlmiş o şeyi göstərirəm. Oy. Heç nə olmaz. Nə? Ən qəşəyi məncə budur. Onlardan yeməyin, bunlardan yeyin. Ən gözəli təbii ki dallanmaqdır, amma mən bunlarla oyun oynayıram. Aa, nə qəşəng oyundur. Ata, atıram, tut. Əgər zəhərlənməsəm, növbəti videoda görüşürük. Sağ olun, kanalıma abunə olmağı unutmayın. O atışdırmalıqlar boş verin, ən qəşəyi o boranıdır. Sağlam qidalanın. Mən bunları həmişə yemirəm, yəni bu video üçün almışdım. İndi amma hamısını gedib yeyəcəm. Amma çox yeməyin ha, yaxşı. Mən qaçdım. Oy. Oy, sən mikrofon. Ay Allah, yapışdı. İşte mikrofon düştü. Sağ olun.